Hər birinizi salamlayıram dəyərli abituriyentlər, şagirdlər və müdavinlər. 3 aylıq bir aradan sonra yenidən YouTube İzzah videolarımızla qarşınızdayıq. Bu müddət ərzində biz 11'lərimizlə işlədik, 11'lərimizi qəbul imtahanı verdik 24 may tarixində. Həmçinin hal-hazırda müdavinlərimizlə və ikinci şans imtahanına hazırlaşan digər yerdə qalan abituriyentlərimizlə dərslərimizi davam edirik. Videoya keçməzdən əvvəl bunu qeyd etmək istəyirəm ki, yay dərslərinə və növbəti tədris üçün qeydiyyatımız davam edir. Qeydiyyat üçün 070 959 02 00 nömrəsinə yaza bilərsiniz. Yazan kimi özüm sizə cavab verəcəm və məlumat verəcəm. Bugünkü YouTube İzzah videomuzun mövzusu Uyğur dövlətidir. Bildiyiniz üzrə biz videolara davam etdikdə həm ümumi tarixdən, həm Azərbaycan tarixində mövzularımızı davam etdirirdik. Arada qalan bütün mövzularımızı yekunlaşdırdıqdan sonra sistemli şəkildə ümumi tarix və Azərbaycan tarixi mövzularını Allah'ın izniyle yekunlaşdıracağıq. Bugünkü mövzumuz Uyğur dövlətidir. Biz sizinlə sonuncu səfər Göytük dövlətlərindən danışmışdıq və ikinci Göytük dövlətini sizinlə bərabər yaratmışdıq. Uyğur dövləti də ikinci Göytük dövlətini süquta uğradaraq yaradılan dövlətlərdən yox, dövlətdir. 744-cü ildən 842-ci ilə qədər mövcud olmuşdu bu dövlətimiz. Uyğurlar haqqında ən qədim məlumatlara biz 2-ci yüzillikdə Çin mənbələrində rast gəlirik. Amma dövlət kimi formalaşmaqlar isə 8-ci əsrin ortalarında, yəni 744-cü ildə baş vermişdi. Hansı ki, 2-ci Göytük dövlətindəki zəifləmələrdən istifadə edən Uyğurlar basma tayfalarının köməyi ilə gəlirlər və 2-ci Göytük dövlətini süquta uğradıb öz dövlətlərini yaradırlar. Dövlətimizin banisi Qutuluq Bilgə Külxaqandır. Qutuluq Bilgə Külxaqanın hakimiyyəti illərində, yəni bircə il hakimiyyətdə olacaq 744-745-ci illərdə. Qutuluq Bilgə əsasən Türk dövləti özü ətrafında birləşdirir. Ordu şəhərini isə dövlətin paytaxtı elan edir. Ordu paytaxtımız elan olacaq. Daha sonra Qutuluq Bilgə Küldən sonra hakimiyyətə biz Moyonçuru görürük. Moyonçurun dövründə ərəblərlə Çinlilər arasında 751-ci ildə bir Talas döyüşü baş verir. Bu Talas döyüşü nə ərəblər və Çinlilər arasında baş verir. Bu Talas döyüşü nə ərəblər üçün, nə Çinlilər üçün bir müsbət nəticə verməsə də bu iş Moyonçura yarayır. Necə? Ərəblər və Çinlilər arasında gedən mübarizə nəticəsində Mərkəzi Asiya torpaqlarına Moyonçur sahib olur. Yəni nə yoxurdu, nə yapdım, hazırca kökə tapdım. Mərkəzi Asiya torpaqlarına sahib olduqdan sonra Çində də demək olar ki, söz sahibi olurlar və Tan sülaləsini Uyğurlar burada müdafiə edirlər. Hətta belə desək ki, Tan sülaləsi olan hücumlarda məsələn Uyğurlar dəf edirdilər. Bunun da qarşılığında Tan sülaləsi, yəni Çinlilər Uyğurlara ipəklə xərac vermək məcburiyyətində idilər. Moyonçurdan sonra biz hakimiyyətə Bölgü xaqanı gəldiyini görürük. Bölgü xaqanın dövründə də dövlətin sərhədləri genişləndirilmiş və öz ətrafına Tibet tayfalarını birləşdirmişdi. Tibet tayfalarının birləşdirilməsi Asiya Hun dövlətindəki Metetanhu və Uyğur dövlətindəki Bölgü xaqan üçün ortaq cəhət təşkil edir. Bölgü xaqanın ölümündən sonra dövlət zəifləmiş və 842-ci ildə Qırğızların hücumuna məruz qalaraq süqut etmişdi. Qırğızların hücumuna. Uyğur dövlətinin bundan əlavə mədəniyyətindən biz danışsaq, Uyğur dövləti Avropa xalqlarından xeyli əvvəl mətbəəni kəşf eləmişdi və kağız istehsal eləməyi öyrənmişlər. Həmçinin mani təliminin ölkədə yayılması, nəşərat yaratmaq üçün kitablar çap etdiyinə görə kitab çapı da ölkədə geniş yayılmışdı. Bu formada Uyğur dövlətindən sonra indi isə növbəti videomuz Xəzər xaqanlığı. Ani bir fikir dəyişikliyi edərək Xəzər dövlətinin də Uyğur dövləti ilə bərabər bir videoda yayınlamaq qərarı aldım. İndi isə keçək danışaq biz Xəzər xaqanlığından. Deməli, Xəzərlər haqqındakı ilk məlumatları biz sarda görürük. Xəzərlər 198-ci ildə Barsil tayfalarla birlikdə Qafqaza gəlmişdilər. Barsillər burada möhkəmlənmişdilər və mənbələrə də Qarapapaq adı ilə düşmüşdülər. Hətta indiki Borçalı ərazisidə bu Barsil tayfalarının adı ilə bağlıdır. Bəs Xəzər xaqanlığı 7-ci yüzilliyin ortalarında Qərbi Göytük dövləti zəiflədikdən və dağıldıqdan sonra onun ərazisində Xəzər xaqanlığı yaranmışdı. Yəni konkret şəkildə 650-ci ildə deyə bilərik ki, yaranmışdı. Biz ona görə də deyirik ki, Göytük dövlətinin, Göytüklərin varisi hesab olunur Xəzər xaqanlığı. Banimiz bilinmir, paytaxtı isə Bələncər, Səməndər və İdil şəhərləri olmuşdu. Yəni 3 dənə paytaxt şəhərləri olmuşdu. Ərazisində əsasən türklər yaşayırdılar. Biz bunlardan elə yenə də Barsillərin, Sabirlərin adını çəkə bilərik. Ərazilərində türk dilində danışırdılar, amma əsas əhalimiz Xəzərlərin elə sırf özüydü. Xəzərlər ümumiyyətcə dünya tarixində, xüsusən də Cənub Qafqazın tarixində xüsusi rol oynayan tayfalardan biridir. Hansı ki biz birinci geniş miqyaslı baxaq ki, Bulqar dövləti zəiflədikdən sonra
Bulqar dövlətinin ərazilərinin bir çoxsuna sahib olmuşdular. Daha sonra Sasanilərin Qafqazda möhkəmlənməsinə və burada Fars adət-ənənələrinin yayılmasına qarşı olmuşdular. Daha sonra isə ərəblərlə mübarizə aparmış, ərəblərin həm Qafqazda, həm də Avropanın içərilərinə doğru getməklərinin qarşısını almışdılar. Yəni uzun müddətli bir mübarizə aparmışlar. Ona görə də biz 8-ci 9-cu əsrlərə deyirik ki, Xəzər asayişi dövrü. Xəzər asayişi dövründə bizim Slavyanlarımız isə yaşayırdılar Desna və Dnepr çayları arasında və bu dövrdə də hələ də Xəzər-ərəb müharibələri davam edirdi. Xəzər-ərəb müharibələri ümumiyyətlə 200 ildən çox davam edən bir müharibədir. Bəs Xəzər xaqanlığının dini ilə danışdıq. Daha sonra ölkə arasındakı əsas din nə idi? Ölkə arasında 8-ci əsrdən etibarən müsəvvilik yayılmışdı, 8-ci əsrdən. Amma bu məsələ məhkəmələrdə sırf müsəvvilərə üstünlük vermirdilər. Yəni burada dini ayrı seçkilik məsələsi yox idi. Ona görə də ölkə arasında hər dinin nümayəndələri vardı ki, bu da Xəzər xaqanlığının zəifləməsinə gətirib çıxarırdı. Xəzər xaqanlığının ümumi zəifləməsinin səbəblərindən ərəblərlə aparılan uzun müddətli müharibələri, ölkə arasında olan dini pərakəndəlikləri, hakimiyyət altında olan xalqların üsyanlarını qeyd edə bilərik ki, bunların hər birisi Xəzər xaqanlığını zəiflətmişdi və nəticə etibarilə 965-ci ildə Rus knyazı Sırya Toslavın hücumu nəticəsində Xəzər xaqanlığı süqut uğramışdı. Xəzər xaqanlığını biz 13-cü əsrə qədər mənbələrdə müəyyən qədər görsək də, tam şəkildə süqutlarını 965 kimi götürürük bir dövlət kimi. Bu da bizim qısa Xəzər xaqanlığımız.